yumurtlamanı dayandırıb gündəlik təzə yumurta almağa öyrəşmisiniz, amma indi isə küməsdə, hininizdə bir dənə də olsun yumurta tapmırsınız. Narahat olmayın. Çoxları bu problemi yaşayır və bunun bir neçə səbəbi var. Bu videoda yumurtlamanın dayanmasının ən əsas 5 səbəbini və bu problemi necə həll edə biləcəyinizi izah edəcəyəm. Sonda sizə əlavə bonus məsləhətlər də verəcəyəm. Ona görə də videonu sona qədər izləyin. İlk öncə yanlış və yetərsiz qidalanma ilə başlayacağam. Toyuqların yumurtlaması üçün düzgün və balanslı qidalanma vacibdir. Əgər rasionları yetərli miqdarda protein, kalsium və vitaminlər ehtiva etmirsə, yumurta istehsalı əlbəttə ki azalır və ya tamamilə zamanla bu dayanmış olur. Bəs toyuqlarınız üçün ən vacib qidalar hansılardır? Protein mənbələri əlbəttə ki. Qurudulmuş balıq unu, soya, günəbaxan toxumu, qurdular və ya hətta bişmiş yumurtanın özü. Kalsium mənbələri, əzilmiş yumurta qabıqları, təbii kalsium əlavələri. Əlavə olaraq toyuqlarınıza vitaminlər verə bilərsiniz. Adətən bura belə deyim, təbii bitkilər, təbii qidalar daxildir, belə deyim, yaşıllıqlar daxildir. Yaşıl tərəvəzlər daxildir. Məsələn, kələm var, bunu verə bilərsiniz. Kök verə bilərsiniz. Sarımsaq verə bilərsiniz, soğan verə bilərsiniz ki, onların ümumi immun sistemlərini daha da yaxşılaşdırıb, yumurta məhsuldarlığını daha da çoxalda bilərsiniz. Ümumiyyətlə, toyuqlara balanslı qidalar vermək çox vacibdir. Və bir də yemi başqa yemlə əvəz etmək, belə deyim, müddəti tez və cəld olmalı deyil. Yəni, müəyyən qədər onların öyrəşdiyi yemlə yeni bir yem vermək istəyirsinizsə, yavaş-yavaş o yeni yemi onlara öyrəşdirin, sevdirin, görün necə qəbul edəcəklər və bundan sonraki məhsulları ümumiyyətlə necə olacaq. Qətiyyən ümumiyyətlə toyuqlara verməməli olduğumuz şeyləri indi sayacağım sizlərə, diqqətlə qulaq asın. Adətən bura çox duzlu və ya şəkərli yeməklər, çiğ kartof və ya qabığı, çörək unu və undan hazırlanan məhsullar aiddir. Mən özüm belə deyim, çiğ kartofdur, qabığıdır, bunları böyükbaş heyvanlara adətən verirəm. Amma soğanın müəyyən bir hissələri olanda, artıq çıxanda onu da gətirib toyuqlarıma verirəm. Çalışdığım qədər də ümumiyyətlə duzlu qidalar, yemlər toyuqlarıma artıq qalan adətən evdən yemlər olanda, yeməklər olanda, qida əlavələri olanda, qidadan artıq qalanda belə deyim. Bəzən olur ki, gətirib heyvanlarımıza, toyuqlarımıza veririk. Amma çalışıram ki, bu qidalar nə duzlu olsun, nə də çox şəkərli olsunlar. Çalışdığım qədər buna diqqət edirəm. Bunu da həmişə videolarımda sizlərlə paylaşıram. Ümid edirəm ki, sizlər də bunlara əməl edəcəksiniz və həqiqətən də bu duzlu qidalardır, çox şəkərli qidalardır. Ümumiyyətlə, toyuqların yem rasionlarını nə qədər diqqət mərkəzində saxlasanız, toyuqlarınızın yumurta məhsuldarlığı, ümumi sağlamlıq səviyyələri bir o qədər daha yaxşı olacaqdır. Çörəyi əgər vermək istəsəniz də çörəyi isladılmış şəkildə toyuqlarınıza verə bilərsiniz. Yumurta məhsuldarlığını azaldan ikinci səbəb isə günəş işığının azlığıdır. Adətən günəş işığının azlığı qış mövsümündə olur. Qış mövsümündə günəş özünü az göstərir. Günəşli daha doğrusu saatların sayı az olur. Ümumiyyətlə belə deyim, toyuqların yumurtlaması üçün gündə 14-16 saat işıq lazımdır. Dediyim kimi qış aylarında günlərinin qısaldığı üçün yumurtlama azalır. Yəni bu normaldır. Qış aylarında toyuqların yumurta məhsuldarlığının azalması əlbəttə ki normal sayılır. Əgər bu problemi yaşayırsınızsa, hini süni işıqlandırma ilə işıqlandıra bilərsiniz. Hazırda mənim hinimdə də sarı rəngli işıqlandırmalardan istifadə edirəm. Onlardan var. Yəni elə günlər, qarlı günlər, yağışlı günlər olur ki, bəzən hava həddindən artıq soyuq olanda və yaxud da səhərlər həddindən artıq şaxta olanda toyuqları daha gec buraxıram. Belə deyim, hinin bu hissəsinə. Ona görə də onlar daha çox içəridə qalırlar. Bu da müəyyən qədər yumurta məhsuldarlığına ola bilsin ki, ziyan vermiş ola bilər. Amma mən o işıqlandırmalardan istifadə edərək, belə deyim, havanın soyuq olan günlərdə, günəşin az olduğu günlərdə müəyyən qədər daha çox yumurta alıram. Belə deyim, yumurta üçün dükana müraciət etmirəm. Bir də vacib olan bir məsələ də var ki, çalışın hər səhər hini eyni saatda açıb, eyni saatda da toyuqları hinə axşamlar belə deyim, bağlayın ağızlarını, hinin qapısını eyni saatda açın, eyni saatda bağlayın. Bu çox önəmli bir
belə deyim, nüanslı dostlar. Həqiqətən də bu da toyuqların yumurta istehsalında öz müsbət və yaxud da mənfi təsirini göstərir. Bir də hində istifadə etdiyiniz işıqların çox güclü işıq saçmasına diqqət edin. Yəni biraz zəif lampalar qoyun ki, bu da toyuqları müəyyən qədər stressə sala bilər, onları narahat edə bilər. Çalışın normal işıqlandıracaq lampalardan istifadə edin. Bu həqiqətən də çox önəmli bir nüansdır. Sizcə ümumiyyətlə qışda süni işıqlandırmadan istifadə etmək lazımdırmı? Şərhlərdə fikirlərinizi yazın. Üçüncü bir məsələ isə stres və rahat olmayan, komfortlu olmayan mühitdir dostlar. Bəlkə də bunun fərqinə varmırsınız, amma stres toyuqların yumurtlamasını ciddi şəkildə azalda bilir. Hinin çox sıx olması, ümumiyyətlə yırtıcıların yaxın olması və ya hətta yüksək səs-küy onların rahatlığını pozur. Bəs bunun qarşısını almaq üçün nələr etməliyik? Hini sakit və təhlükəsiz saxlayın ilk öncə. Toyuqlara kifayət qədər yer ayırın. Hər toyuq üçün ümumiyyətlə ən azı 1 kvadrat metr sahə olmalıdır. Hinin ətrafını itlər və digər yırtıcı heyvanlardan qoruyun. Dördüncü məsələ isə hava şəraiti və temperatur dəyişikliyidir. Toyuqlar çox isti və ya çox soyuq hava şəraitində yumurtlamanı azalda bilər. Qışda nə etməli? Hini küləkdən və soyuqdan qoruyun. Əlavə imkan varsa izolyasiya edin. Toyuqların isti və quru bir yerə sahib olmasını təmin edin. Yayda nə etməli? Toyuqlara sərin, kölgəlik və təmiz su verin. Günün ən isti saatlarında onları günəş altında çox saxlamaqdan çəkinin. Ümumiyyətlə kölgəli bir yerlər, ağac altı olsun və yaxud da belə bir naves tikə bilərsiniz. Toyuqlarınız üçün kölgəli tikə bilərsiniz ki, toyuqlarınız günün isti vaxtlarında orada belə deyim, eşələnsinlər, orada günlərin, vaxtlarını keçirsinlər. Çünki çox isti olanda toyuqların günəş həqiqətən də toyuqları yorur, onları narahat edir, mənfi təsir göstərir. Ümumiyyətlə, mənə maraqlıdır ki, məni izləyən izləyicilərimin toyuq hinləri qışa və yaxud da ki, yay şəraitinə tam hazırdırmı? Bunun da rəy bölməsində, öz fikrinizi şərh bölməsində qeyd edin. Görək kimlər hazırdır, kimlərdə hələ nələrsə satışmır, birimizə dəstək ola, birimizə kömək ola. Bəlkə yeni bir fikir söyləmiş olaraq sizlər üçün və yaxud da sizlər buradakı insanlar üçün. Beşinci məsələ isə xəstəliklər və parazitlərdir. Mən demək olar ki, hər videomda sizlərə səslənirəm ki, xəstə toyuq, immuniteti zəif toyuq, yumurta məhsuldarlığı əlbəttə ki, həmin toyuğun aşağı olur, zəif olur. Yəni, gileylənmək lazım deyil ki, toyuğumun yumurta verimliliyi çox aşağıdır. Əgər toyuğunuzda parazit varsa, ümumiyyətlə, xəstə keçirirsə, günlərini xəstə halda yaşayırsa, yeri yaxşı deyilsə, xəstəliklər toyuğun canından əl çəkmirsə, həqiqətən də toyuqdan məhsuldarlıq, yumurta gözləməyə ehtiyac yoxdur. Ümumiyyətlə, toyuqların yumurtlamasının dayandırmasının başqa bir səbəbi xəstəliklər və parazitlərdir. Bunu bilmənalı dostlar söyləyə bilərəm. Hər videomda dediyim kimi bu fikri səsləndirirəm. Əgər toyuqlarınız halsız görünürsə, tükləri tökülürsə və ya yemək istəmirlərsə, onları əlbəttə ki, yoxlamaq lazımdır, müşahidə etmək lazımdır. İlk öncə xəstə toyuqları sürüdən mütləq şəkildə uzaqlaşdırmaq lazımdır. Ümumiyyətlə, parazitlərlə, xəstəliklərlə qarşı mübarizədə bir çox video paylaşmışam kanalımda. Onlara da baxa bilərsiniz. Oradan da müəyyən bir şeylər götürüb öz təsərrüfatınızda tətbiq edə bilərsiniz. Ümumiyyətlə, belə deyim, toyuqları tez-tez yoxlayın. Tüklərini, lələklərini tez-tez yoxlayın. Yəni, birə ola bilər. Buna qarşı müəyyən önləmlərinizi alın. Müəyyən təbii dərmanlardan, kimyəvi dərmanlardan istifadə etməklə bunun əlbəttə ki, qarşısını ala bilərsiniz. İstər ilk öncə hini təmizləmək lazımdır, sonra toyuqların ümumi, belə deyim, əgər biti birəsi varsa, onun dezinfeksiyasını əlbəttə ki, aparmaq lazımdır və bitin birənin, belə deyim, hində baş alıb getməməsi üçün tez-tez təmizlik işləri görmək lazımdır. Ümumiyyətlə, nüansı diqqət mərkəzində saxlamaq lazımdır ki, həqiqətən də toyuqların o qaldığı yer, qaldığı ev deyək, onlar üçün ev sayılır. Oranın təmizliyinə mütləq şəkildə riayət etmək lazımdır ki, yoxsa həqiqətən də yumurta məhsuldarlığı ilə yanaşı böyük toyuq tələfatlarını da gətirib çıxaracaq problemlər ola bilər. Ona görə də çalışın, toyuqların hinlərini, yerlərini təmiz saxlayın, folluqlara tez-tez yeni samanlar və yaxud da talaşalar, apilka deyirik, əlavə edin, çirkli samanı, apilkanı oradan xaric edin. Ümumiyyətlə, dezinfeksiya işlərini tez-tez edin, təmizlik işlərini belə deyək. Videonun əvvəlində demişdim, 5 səbəbdən başqa bir bonus vasitəni də sizlərlə paylaşacağım, bonus nüansı da sizlərlə paylaşacağım. Bu, əlbəttə ki, toyuqların
yumurta məhsuldarlığını artırmaq üçün hansı üsuldan istifadə edə bilərik? Təbii üsul deyəcəm sizlərə. Bəziləriniz bəlkə də bilir, bəziləriniz yeni başlayır, məlumatı yoxdur. Mən çoxdan istifadə edirəm. Hər videomda sizlərə də göstərmişəm, bəzən vlog tərzi videolarımda. Bu adətən sarımsaq və sirkədir dostlar. Mən tez-tez sarımsaq və sirkədən istifadə edirəm. Ən çox da sirkədən istifadə edirəm. Burada fərqi yoxdur. Alma və yaxud da üzüm sirkəsi. Bunları toyuqların sularına əlavə edib verdikdə həqiqətən də toyuqlarda bağırsaq problemləri aradan qalxmış olur və onların belə deyim, bir növ sağlamlığa qovuşdurmuş olursunuz və bu da onların ümumi məhsuldarlığına həqiqətən də həm ətli olsun, həm də yumurtalıq məhsuldarlıqlarına daha yaxşı özünü büruzə etmiş olacaq. Bunu istifadə edənlər rəy bölməsində öz fikirlərini yazsınlar. İstifadə etmək fikri olanlar da rəy bölməsində öz fikirlərini yazsınlar ki, görək ümumi kütləmizin, ümumi bizi izləyənlərin fikri nədir, necə fikirləşirlər. Bu saydığım səbəbləri əlbəttə ki, nəzərə alsanız, əlbəttə ki, toyuqların ümumi yumurta məhsuldarlığı, ümumi sağlamlıq vəziyyətləri əlbəttə yaxşı olacaq. Hazırda dostlar, gedək baxaq görək bizim hinimizdə ümumi vəziyyət necədir. Deyən aranızda ola bilər ki, desinlər ki, bu qədər danışırsan, bu qədər fikirlər söyləyirsən, sənin özünün yumurta məhsuldarlığı necədir? Mən onu deyə bilərəm ki, dostlar, istər yay olsun, istər yəni ən sərt keçən havaları deyirəm, istər qış olsun, payızı və yazı saymadım heç, diqqət etmiş olsanız. Yəni biz, belə deyim, yumurtanı dükandan almırıq, demək olar ki, yox həmişə. Görürsünüz dostlar, fakt bir toyuğumuz artıq folluqdadır, indi birazdan onun altına baxarıq, görək orada nə qədər yumurtamız var. Yəni mən bu dediklərimi çalışdığım qədər öz hinimdə də. Baxın, hətta bir folluqda 2 toyuq var idi. Biri oturub, biri çıxdı çölə hazırda bu serebriz. Burada da hazırda 2 toyuq var. Burada da görürsünüz dostlar, bunun altında 4 yumurta var. Yəqin ki, birində yumurtlayacaq. Bilmirəm bunun altında nə qədərdir. 2 yumurta burada var, maşallah olsun. Burada da 3 yumurtamız var. Gedək görək bunun altında nə qədər yumurta var. Hazırda bir yumurta var idi. Bayaq serebrisimiz orada oturmuşdu. İndi bu oturub. Yəqin ki, birini də yanına qoyacaq. Yəni yumurta məhsullarımız şükürlər olsun ki, bizim yaxşıdır. Mən bu dediklərimi özüm də istifadə edirəm və nəticəsini görürəm. Sizlərə də məsləhətim bir təcrübəsi kimi bunları təcrübədən keçirmişəm. Sizlər də istəsəniz istifadə edə bilərsiniz. Belə videoların dostlar davamını gəlməsini istəyirsinizsə kanalıma abunə olun. Bu videoya maksimum rəy gözləyirəm sizdən. Və fikirlərinizi rəy bölməsində qeyd etsəniz əla olar. Hər birinizə dərin təşəkkürlər. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun.